Cənnət və cəhənnəm anlayışlarını necə dərk edirsiniz? Cənnət cəhənnəmə inanmıram. Ateistəm. Cənnətin də, cəhənnəmin də bu dünya olduğunu düşünürəm. Deməli, cənnət anlayışı Allahı inkar etməyən, Allaha ibadət edən, yaxşı əməldə hər bir insana kömək edən, yəni ki, hər işin arxasınca kiminsə arxasında dedikodu etməyən, belə insanlar əlbəttə cənnətlik olacaq. Baxır o hansı hərəkət. Elə insan var, nə qədər namaz qılır, nə qədər yaxşı hərəkətlər edir, amma ki bircə pis hərəkətinə görə o insan əbədi cəhənnəmdə gedə bilər. Mənim üçün cənnət və cəhənnəm anlayışı ümumiyyətlə yoxdur, çünki heç bir dini inancım yoxdur. Amma yenə də məncə insanlar cənnət və cəhənnəmə inansa da, inanmasa da öz vicdanı üçün yaxşılıq eləməlidirlər. Cənnət və cəhənnəm sizcə nə deməkdir? Məncə elə o deməkdir ki, nə bilim, cənnətə düşsən, yaxşı insansa cənnətə düşəsən, pis insansızsa cəhənnəmə düşəsən. Vallahi inancım yoxdur heç birinə. Ateistsiniz? Xeyr, ateist deyirəm, sadəcə elə şeylərə inancım yoxdur. Nə danışım, nə yalan deyim. Yəni deist deyək də, Tanrıya inanıram, amma yəni din mövzusu, cənnət, cəhənnəm olsun inancım yoxdur.